Bismillahirrahmanirrahim. Mübarək Şaban ayının son günlərini yaşayırıq. Allah Teala ömrümüzün axır Şaban ayı qərar verməsin. İnşallah biz qarşıda gələn mübarək ay, Allahın qonaqlıq ayı, Allahın böyük bərəkət ayını inşallah yaxın günlərdə yaşayacağıq. Bizim mövzumuz qonaqpərvərlik idi. Mövzumuzun əsasında hələ bu mübarək ayın gəlişi ilə də bir neçə kəlmə deyəcəyik. Əvvəla qonaqpərvərlik hər bir millətdə, hər bir xalqda var. Xüsusən bizim xalq hər zaman qonaqpərvərlikdə insanlara münasibəti, davranışı daha yüksək əxlaqi keyfiyyətlərə malikdir. Və biz ondan irəli gəlir ki, bu xalqın insanlara olan münasibəti, bu münasibətdə insanların davranışı və onların hər zaman qonağın qarşısında yaxşı süfrələr açması, onları qarşılayıb və gözəl şəkildə yola salması xüsusi əxlaqi keyfiyyətlərə malikdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən gözəl hədislərimiz var. Qeyd etdik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm özü bütün dünyanın hər bir yerindən Peyğəmbərin şəhəri, Mədinə şəhərinə gəlirdilər. Peyğəmbər onları gözəl şəkildə qarşılayırdı, gözəl süfrələr onlara verirdi və Peyğəmbər onları gözəl bir şəkildə də müsafirləri yola salırdı. Və Peyğəmbər bunu özü bütün ümməti üçün də gözəl bir öyüd, nəsihət və müstəhəb əməllərdən sayır ki, yəni insanlar qonaqlara gözəl bir şəkildə davransın. Bizim xalq elə bir xalqdır ki, baxsaq görsək, bizim məsumlarımızın balaları, biz Azərbaycanda görürük, seyyidlərin məzarları ki var bu günləri, onlar Azərbaycana pənah getiriblər, qonaq gəliblər və qonaq gəldikləri üçün onlar yaxşı qarşılanıb, onlara hörmətlə, ehtiramla onlar yad olunub və onlar dünyasını dəyişəndən sonra da dəfn olunub, məzarları ziyarətgaha çevrilib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qonaqpərvərlik özü gözəl bir əməldirsə, silə-i rəhm də gözəl bir əməldir. Yəni, silə-i rəhm o deməkdir ki, insan qohumlarını, yaxınlarını, əzizlərini gedib ziyarət eləyə, onları yad eləyə, onları başa çıxa, onların halın, əhvalatı ilə maraqlana, öyrənə və onları, belə desək, çətinlikdən, sıxıntılarından bir anda olsa ayıra. Və silə-i rəhmi bəzi insanlar da başa düşür ki, mənim imkanım olsaydı, mən eləyərdim. İmkanım yoxdur. Peyğəmbər buyurur ki, bu imkana malik deyil. İnsanın bir insanı yad eləməsi, onu ziyarət eləməsi özü böyük bir mərhəmətdir, böyük bir şərafətdir. Və mübarək Ramazan ayında inşallah biz gərək bunu daha çox eləyək. İnsanlarımızı yad eləyək. Xüsusən o insanlar ki, yad olunmurlar. O insanlar ki, evlərdə tənhadırlar. O insanlar ki, xüsusən diqqətdən, qayğıdan uzaqdırlar. Onları gərək diqqətimizdə saxlayaq. Bu bizim möminlik əməllərimizdəndir. Möminə xas olan hərəkətlərdəndir ki, mömin gərək yadda olmayan adamları yad eləyə, onları ziyarət eləyə, onların halı ilə maraqlana. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinin birində var, buyurur, xoş o şəxsin aqibətinə ki, o insanları ziyarət eləyir, onları silə-i rəhm eləyir, onların halı ilə maraqlanır, diqqətində saxlayır və Allah da o insanı diqqətində saxlayacaq. Ona görə bizim qarşıda gələn mübarək ayımız Ramazan ayı xüsusən insanlara diqqət keçirmək, diqqətlə yanaşmaq, insanlara gözəl münasibət davranmaq və hətta biz bu mübarək Ramazan ayında Allahın qonağıyıq. Yəni, bütünlüklə insanlar hamısı Allahın qonağıdır və Allahın qonaqlıq süfrəsində də gərək insanlara biz diqqət ayıraq və Allahın yanında da əziz bir bəndə olaq inşallah.